Salam, dəyərli abituriyentlər. Yeni abituriyent nəşrlərinin imtahan suallarının, ingilis dili üzrə imtahan suallarının təhlilinə davam edirik. 9-cu sinif təhlilində də dediyimiz kimi müqavilə əsasında, razılaşma əsasında ingilis dili suallarının təhlilini paylaşacağıq sizinlə imtahanlardan sonra. İndi isə 10-cu sinif ingilis dili sınav imtahanında düşən suallarla davam edirik. Gəlin öncə dinləməni dinləyək. Listen to the passage and answer the questions. When most people think about giraffes, they imagine the savannas of Africa. However, not everyone knows that giraffes once lived in different parts of the world, including Central Asia. Fossil records show that thousands of years ago, giraffe-like animals wandered across regions that are now Kazakhstan and Uzbekistan. These ancient giraffes were not exactly the same as the tall animals we see today in Africa, but they had long necks and legs that helped them eat leaves from high branches. Today, no wild giraffes live in Central Asia. The climate and environment changed over time, making it impossible for them to survive in the wild. But modern zoos in cities like Almaty and Tashkent keep giraffes as part of conservation programs. Children and tourists often visit these zoos to watch the animals, learn about their history, and understand why protecting nature is important. The story of giraffes in Central Asia reminds us that animals move and adapt when their environment changes. It also shows how humans can study the past to better protect wildlife in the future. İndi isə dinlədiyimiz dinləmə əsasında sualların cavablarını analiz edək və görək hansı cavablar doğru variantdır. İlk olaraq, what do visitors learn when they see giraffes in those of Almaty and Tashkent? The way animals adapt to climate change. Doğru variant elə düşünürəm ki, budur. Dinləmədə də eyni şəkildə təkrarən qulaq assaz, görəcəksiniz ki, doğru cavab A variantıdır. How giraffes were used for transport əlaqəsi yoxdur. Why giraffes live only in Africa today? Yalnız Afrikada yaşaması ilə bağlı məlumat verilmir və belə bir şey yoxdur. How to ride giraffes like horses? Bu informasiya da yanlışdır. The number of giraffes in the wild bu da yanlış məlumatdır. Yəni, mətnin içərisində təbiətdə nə qədər belə deyək də, vəhşi zürafənin olması ilə bağlı məlumat verilmir. İkinci sualda, the ancient giraffes of Central Asia had cümləni tamamlama deyir və bu cümləni tamamlayarkən very short necks and heavy bodies bu məlumat bunu tamamlamır. Long necks and legs to reach high leaves. Bu məntiqlə də dinləməni ya qulaq asmasaq da bilirik ki, bu cavab ən uyğun versiyadır. The ancient giraffes of Central Asia had long necks and legs to reach high leaves. The same size and shape as modern giraffes. Müasir zürafələrlə eyni ölçüdə və formadaydı. Bunun yanlış olduğu mətndə keçir. Eyni deyildi, fərqli idilər. Colorful skin like zebras, xeyr, bu da verilmir və no connection to African giraffes, heç bir əlaqəsi yox idi, amma orada əlaqəsinin olduğunu deyir. Bunu yanlış versiyadır, doğru cavab B variantıdır. Üçüncü suala baxaq. Sualları böyüdək, düzdür, suallar sizin qarşınızda böyük ehtimal var, amma böyüdək. The passage mainly explains, mətnin əsasən nə haqqında olmasını soruşur, mətnin deyir əsasən izah edir. Təbii ki, biz burada diqqət elədirsə, ilk iki sualda zürafədən sual getdiyi üçün dinləmə olmasa belə bilirik ki, burada qədim dövrdə yaşayan zürafələr haqqında danışır. Ona görə burada doğru cavab how giraffes survive in deserts, səhralarda necə sağ qaldılar deyil. The difference between African and Asian elephants deyil. The building of modern zoos in Europe əlaqəsi yox idi. The history and present of giraffes in Central Asia, bu doğru variantdır. The tallest trees in Central Asia, Mərkəzi Asiyadakı ən hündür ağac, xeyr, bu da deyil. Doğru cavabımız D variantıdır. İndi isə gəlin true, false.
suallarına baxaq. The passage says that zoos in Central Asia never keep giraffes. Heç vaxt zürafə saxlamayıb. Bu false olan variantdır. Çünki elə bir şey yoxdur. Asiyada zooparklarda hələ də zürafələr olur və turistlər, uşaqlar ora ziyarət edir, ona baxmaq üçün var idi. Climate change made it easy for giraffes to survive in Central Asia. Bu da yanlış məlumatdır, çünki iqlim dəyişikliyindən sonra orada vurğulayır ki, orada yaşayan vəhşi zürafələr yoxa çıxdılar. Ona görə bu da false-dur. 3. Thousands of years ago, giraffe-like animals lived in what is now Uzbekistan. Min illər əvvəl zürafəyə bənzər heyvanlar Özbəkistan adlanan yerdə yaşayırdılar. Bəli, bu doğrudur. Orada da bunu vurğulayır. Özbəkistan ərazisində. Və dördüncüsü, the story shows that humans can use the past to help protect animals today. Deməli, hekayə göstərir ki, insanlar keçmişdən istifadə edərək bugün heyvanları qorumağa kömək edə bilərlər. Yəni, keçmiş təcrübədən istifadə etməklə. Bu da doğru variantdır. Deməli, 1-2 false oldu, B və 3-4-də isə true oldu. Bununla da dinləmə mətninin sualları başa çatdı. İndi isə gəlin qısa mətnlərin izahına və cavablarına baxaq ki, hansı variant doğrudur və nə üçün doğrudur. Want to enjoy like music this weekend? Come to the new Riverside Jazz Club in downtown Greenfield. The club has comfortable seating, a menu with international dishes and performances by local bands. Join the grand opening this Saturday at 8 p.m. Entry is only $5 on the first night. The club offers only local food. Xeyr, bu yanlışdır. Yalnız yerli yeməklər təklif edir. The entry price is $5 every weekend. Xeyr, sadəcə giriş $5-dır. On the first night, ilk gecədə. Bu hər həftə sonuna aid deyil. The opening event will be on Saturday evening. Bəli, baxın, Saturday at 8 p.m. PM-dən biz bilirik ki, bu axşamı ifadə edir. Deməli, C variantı doğru variantdır. The club is opening in Hill Park. Hill Park'da açılır. Xeyr, Riverside Jazz Club downtown Greenfield'da açılır. Deməli, bu da yanlışdır. The opening concert begins at 5 p.m. Burada isə opening is Saturday at 8 p.m. deyir. Deməli, bu da yanlışdır. Doğru cavabımız sadəcə 5-dir. İndi isə gəlin 6-cı sualımıza baxaq. Yenidən short reading passage var qarşımızda. Many people now use mobile apps to learn language. These apps provide short lessons, quizzes, and even conversations with native speakers. Learning this way is flexible because students can practice anywhere. Still, some learners prefer traditional classes with teachers and classmates. Mobile apps never include quizzes. Mobil applicationlarda heç vaxt quizlər əlavə edilmir. Bu yanlış məlumatdır. Baxın, provide short lessons and quizzes and even conversations deyir burada. Mobile apps only provide long lessons. Yalnız uzun dərsləri təmin edir. Xeyr, burada deyir ki, short lessons. Bu da yanlışdır və only olması belə yanlışdır. Long da yanlışdır burada. Students cannot practice anywhere with apps. Tələbələr heç bir şəkildə bu app vasitəsilə, application vasitəsilə praktika edə bilmirlər. Amma burada deyir ki, edə bilirlər. Conversation with native speakers. Yerli danışanlar ilə söhbət də edə bilirlər. Hətta baxın, because students can practice anywhere. Hər hansı bir yerdə praktikada edə bilirlər. All learners prefer traditional classes. Bütün öyrənənlər ənənəvi siniflərə üstünlük verirlər.
Deməli, burada baxırıq ki, still some learners prefer traditional classes with teachers and classmates. Bəzi öyrənənlər deyir, amma burada all learners deyir. Bu all bunu yanlış edir. Mobile apps are used to learn language. Bəli, use mobile apps to learn language elə ilk cümlədən də görünür ki, doğru cavab Y variantıdır. 7-ci short readingimizə baxırıq. Dear Mark, thanks for your help with presentation yesterday. The manager was very happy with our work and we will give the same talk again next week. Don't forget to prepare the slides once more. Sophie. İndi burada baxırıq ki, Sophie asked Mark to cancel the meeting. Xeyr, burada ləğv etməklə bağlı heç bir şey yoxdur. Hətta deyir ki, don't forget to prepare the slides. Slaytları hazırlamağı unutma deyil. Yenə presentation olacaq. The manager didn't like the presentation. Xeyr, burada deyir ki, the manager was very happy with our work. The talk will not be repeated. Söhbət yenidən təkrarlanmayacaq. Yenə deyir ki, talk again next week. The same talk again next week. Deməli, bu da yanlışdır. Mark forgot to prepare the slides. Deməli, Mark slaytları hazırlamağı unutdu. Xeyr, burada deyir ki, don't forget to prepare. Təlimat verir, unutdu demir. Burada keçmiş zamanı yoxsa unutdu deyir. Bu yanlışdır. Sophie thanked Mark for his help. Bəli, bu doğru cavabdır. 7-ci sualda Y variantı doğru variantdır. Short readinglərdə bu qədər. İndi gəlin keçək 5 sualın olduğu böyük reading passage-ə 8-12-ci sualları cavablandırmaq üçün ilk öncə mətnlə tanış olaq. Mətnlə tanış olduğunuzda sualları izah etdikcə sizə hansı sualın cavabının hardan olduğunu da vurğulayacağam. Baxırıq, what is the passage mainly about? Mətn əsasən nə haqqındadır? Gəlin ilk cümləmizə baxaq burada. Many students spend hours with their books, but not all of them study effectively. Studying effectively means learning in a smart way, not just sitting at a desk for a long time. Gəlin baxaq burada nə deyir? The history of schools in Europe əlaqəsi yox idi birinci cümlə ilə. Different ways of learning effectively. Bəli, effektiv öyrənmənin müxtəlif yollarını burada vurğulayır. The use of technology in education. Təhsildə texnologiyanın istifadəsi haqqında danışmır. Why students spend long hours in libraries? Kitabxanada uzun saatlər keçirirlər. Bu barədə də məlumat vermədik. 2 cümlədə the daily life of university professors. Universitet professorlarının günlük həyatı əlaqəsi yox idi. Bu qədər sadə. Yəni, yadınızda saxlayın həm dinləmədə, həm də readingdə passage mainly about sualının cavabı ilk 2 cümlədə olur əsasən. 9-cu sualda which statement is false according to the passage? Mətnə əsasən deyir ki, hansı mülahizə yanlışdır. Dividing study time into 30-40 minutes helps the brain. Bu doğrudur. Bizə false lazımdır. Making notes or explaining a topic to a friend is useful. Bu da doğrudur. Mətndə bu da keçir. Deməli, true olduğu üçün bizə false lazımdır. Drinking water and sleeping are vital concentration. Su içmək və yatmaq əsas konsentrasiyalardandır. Bu mətndə keçir və ona görə də doğrudur. Reviewing lessons regularly makes you forget faster. Sürətlə unutmağa kömək edir. Xeyr, uzun müddət yadda saxlamağa kömək eləyir. D. Yanlış olduğu üçün, bizə də şərtdə yanlışı soruşduğu üçün doğrudur. A quiet and clean environment improves focus. Sakit və təmiz mühit fokuslanmağı artırır. Bəli, bu da mətndə keçdiyi üçün doğrudur. False olan sadəcə D variantıdır. 10-cu sualda what is an example of setting a study goal? Oxumaq üçün hədəf qurmaq nümunəsi nədir? For example, hansı göstərilənlərdən mətndə verilən nümunədir? Ona baxaq. Reading books all night
without stopping. Bütün gecəni dayanmadan kitab oxumaq təbii ki, bu a study goal kimi verilməyib mətndə. Memorizing every subject in one day. Bir gündə hər bir şeyi deməli əzbərləmək bu da deyil. Bir günün içərisində qaydaları əzbərləmək o uzun müddət yadda qalmır. Müəyyən öyrənməli olduğunuz, əzbərləməli olduğunuz şeyləri günlərə bölməlisiniz. Hər gün biraz oxumalısınız ki, o davamlı yadda qalsın. Learning 10 new words today. Bu gün 10 yeni söz öyrənmək. Bəli, bu hədəf olur. Növbəti gün yenisini öyrənəndə köhnəni təkrarlayırsınız. Hər yenini öyrənəndə köhnələri təkrarlayırsınız və bu davamlı olaraq sizin yadda saxlamağınıza kömək edir. Watching television while reading. Oxuyarkən televizora baxmaq bu yanlışdır. Mətnə əsasən. Writing a long essay tomorrow. Sabah üçün uzun bir inşa yazmaq. Bu da oxumaq üçün hədəf götürülmür. Yəni mətndə bu şəkildə deyilir. Mətnə əsasən setting a study goal nümunəsi learning 10 new words today'dir. 11'ə baxırıq. 11-ci sual. Complete the sentence according to the passage. Mətndən bir hissə verilib. Active learning means aktiv öyrənmə bu deməkdir. Summarizing, making notes or teaching others. Bəli, elə A variantı mətnin içində də baxsaz, bu hissəni tapsaz, özünüz görəsiniz ki, davamında A variantı gəlir. Summarizing, making notes or teaching others. Only reading textbooks for many hours. Uzun saatlar boyunca mətn kitablarını oxumaq xeyir. Avoiding questions about the material. Material haqqında suallardan yayınmaq xeyir. İzaharası onu deyim ki, hər hansı öyrəndiyiniz dərsi mükəmməl yadda saxlamaq istəyirsinizsə, oxumağa başlamamışdan öncə həmin mövzudan hansı suallarla qarşılaşacaqsınız, o suallara baxın. Sualları sadəcə bir dəfə gözdən keçirin. Oxuyanda artıq o sualların cavabı qarşınıza çıxdıqca o hissələr sizin yadınızda daha uzun müddətlə qalacaq və diqqətiniz yayınmayacaq. Studying in a noisy room with friends. Səs-küylü otaqda dostlarla oxumaq. Bu da təbii ki, active learning mənasına gəlmir. Forgetting what was learned yesterday. Dünən nə öyrəndiyini unutmaq. Bu da təbii ki, active learningin mənası deyil. Bəli, summarizing, making notes or teaching others means active learningdir. 12 açıq sualımız. Burada isə doğru olan, mətnə əsasən doğru olan mülahizələri seçəcəyik, yanlışları ixtisar eləyəcəyik. Phones and television help students to concentrate. Telefon və televizor tələbələrə konsentrasiya olmağa kömək edir. Bu yanlış fikirdir, bizə true lazımdır. Students should plan their time into smaller parts. Öz vaxtlarını kiçik hissələrlə planlaşdırmalıdırlar. Bəli, bu truedur. Reviewing information regularly improves memory. Deməli, məlumatı nizamlı olaraq təkrarlamaq yaddaşı artırır, onun yaddaşda qalma müddətini artırır. Bəli, mətndə bu ifadədə keçir, diqqət eləsəz. Effective study is only, bax, only adətən özəlliklə yoxlanılacaq belə deyək də ifadədir ki, mətndən axtarmalısınız. Bu mətndə bu şəkildə keçmir. Effective study is only about working harder. Effektiv oxuma yalnız çox oxumaq deməkdir. Xeyr, effektiv oxuma, çox oxumaq, çox zaman sərf eləmək deyil. Sərf elədiyin az zamanı düzgün sərf eləmə nəticəsində daha yaxşı informasiya əldə edib onu uzun müddətli yaddaşa verməklə bağlıdır. 2-3 və mətn sualımız da bitdi. İndi isə keçirik qrammatika suallarına. İndi isə answer questions from 13 to 25, 13-25 arası qrammatika suallarına baxırıq. Choose the correct variant. Düzgün variantı seçin. 4 dənə
bizə sıralama verilib və diqqət edən kimi görürük ki, burada artikellə bağlıdır və artikellə bağlı olduğu üçün artikellara özəl diqqət eləyəcəyik. The French, fransızlar, live in France, Fransada yaşayırlar, bu doğrudur. The French people live in France, bu da doğrudur. French, fransız dili olur artikel olmayanda. Fransız dili yaşayır. Fransa ise ölkədir, onun qarşısında Z artikel olmaz, yanlışdır. French, fransız dili olur Z artikel olmayanda. Fransada yaşayır. Birinci növbədə Fransa dili yaşayır desək belə o üçüncü şəxsin təkində lives olardı. Yanlışdır. Doğru cavabımız 1, 3. Choose a correct quantifier. Düzgün kəmiyyət sözünü seçin deyir. Gəlin seçək. The engineer made serious miscalculations during the project. Miscalculations cəmdədir. Deməli, burada a little və much sail mensimlərlə işləndiyi üçün yanlışdır. Qalır 3 variant. 3 variantdan test məntiqini izah edeyim uşaqlar sizə. Few yetərsiz olan miqdardır. Yəni, miqdarı mənfidir. Only a few da demək olar ki, onun tam olaraq sinonimidir. Only hər zaman artikellə işlənir və miqdarı mənfidir. Belə çıxır ki, A doğru olsa, B də doğru olacaq və bir testin 2 doğru cavabı ola bilməz deyə burada doğru cavab men olacaq. Engineer made many serious miscalculations during the project, so design had to be changed completely. Mühəndis layihə ərzində çoxlu ciddi yanlış hesablamalar etmişdi. Ona görə də dizayn tamamilə dəyişməli oldu. Doğru cavab D variantıdır. Choose the correct articles. Düzgün artikeli seçin. Caspian Sea bilirik ki, coğrafiya fənni üzrədir ki, coğrafi obyektlər, su hövzələri hər zaman Z artikeli ilə işlənir. The Caspian Sea is the largest lake in the world. Çox asan bir sualdır. Hər ikisi Z artikeli ilə. 16-cı sualda bizdən soruşur. Cəm isimləri, plural nouns, police cəm isimdir, baggage sahil mensimdir, teas cəm isimdir, informatics bilirik ki, elm adıdır, ICS ilə bitən elm adları sahil mensimlərdir, rich var dövlət, səltənət, toplu isim olaraq keçir ingilis dilində, chess, şahmat, oyunlar ümumiyyətlə sahil men isimlərdir. 1, 3, 5, yəni doğru cavab 16-da A variantı oldu. 17-ci sualımıza baxırıq. The library has books and computers for students. Deməli, 600 books 2000-la işlənə bilməz. Bilirik ki, miqdar sayıları 100,000 milyon qarşısında 1, 2, 3, 4 gəldiyi zaman əsas rəqəmin 100 və 1000-ın sonunda S ola bilməz. 400 books and 10 computers, bu düzdür. 100 books and dozens olmaz, bu yanlışdır. 200 olmaz dedik, yanlışdır. Hundreds isə özündən sonra of sözünü gələrsə, hundreds of books şəklində işlənə bilərdi. Deməli, doğru cavab B variantıdır. Keçdik 18-ci sual. My cousin wrote a letter to my sister. Əmim qızı və yaxud əmim oğlu, cousin, xalam qızı və yaxud xalam oğlu cins fərqi olmadığı üçün hər ikisini götürə bilərik. Mənim bacıma məktub yazdı. Göndərən deməli cousin'dır. He də ola bilər, she də ola bilər. Bunun fərqi yoxdur. Cousin sözünü biliriksə, deməli, send göndərdi. Nəyi göndərdi? Məktubu göndərdi. Məktub da a letter olduğu üçün a letter burada olacaq təkdə. Yəni, them olmaz. Artıq B və C variantını ixtisar eləyirik. To kimə göndərdi? Əgər bacıma yazıbsa, ona göndərib. My sister də olacaq, obyekt halda H. Bu da gəlib olacaq deməli
him yox, him variantlarında ixtisar elədik. Qaldı D variantı. He sent it to her. Deməli, burada my cousin, dayı oğlu, əmi oğlu mənasında verilib. Ona görə he ilə ifadə olundu. She olması da testi yanlış etməzdi. Choose a line of derivative nouns. Yəni düzəltmə isimləri seçin deyir. Gəlin baxaq. Friend, friendship bu derivativdir. Leader, leadership bu da derivativdir. Member, membership. Elə A variantında baxırıq ki, hamısı derivativdir. Gəlin digər variantlara baxaq. Hardship derivativdir. Airship amma hava gəmisi, təyyarə mənasında mürəkkəb isimdir. Bookshelf, kitab rəfi, bu da mürəkkəb isimdir. Mass marketing, bu da holiday, hər ikisi mürəkkəb isimdir. Transfer, scholarship, burada scholarship derivativdir. Knowledge, edge deyə bir şəkilçi yoxdur, sadədir. Trustful isə ümumiyyətlə isim deyil, sifətdir. Deməli, bunu da buradan çıxırıq. Doğru cavab A variantıdır. 20-yə baxırıq. Wow, jacket looks perfect on you. Burada isim gəlib, jacket. Deməli, theirs olmaz. Jacket təkdə olduğu üçün these də olmaz. İsim gəldiyi üçün hers və mine də olmaz. Çünki onlardan sonra isim gəlmir. These'dən sonra isə cəm isim gəlir. Deməli, doğru cavab my olacaq. Wow, my jacket looks perfect on you. Mənim pencəyim sənin üstündə çox gözəl görünür mənasını verir. 21. Although the scientist had time sayılmayan isim olduğu üçün few-unu ixtisar eləyirəm. To finish his research, he managed to make a discovery changing modern medicine. Deməli, burada a little və much, yəni C bərabərdir D, yəni ikisi bir-birini əvəz eləyə bilir və bu zaman iki doğru variant ola bilməz məntiqlə və cümlənin mənasından da belə çıxır ki, burada although bağlayıcısı var. Deyir ki, baxmayaraq ki, alimlərin yetərsiz vaxt qədər az vaxtı var idi. Little time to finish his research. Alimin daha doğrusu öz tədqiqatını bitirməsi üçün yetərsiz dərəcədə az vaxt var idi. O həmin vaxtı idarə eləyib müasir tibb üçün müasir tibbi dəyişəcək bir kəşf etməyi bacardı. Deməli, doğru cavab E variantıdır. 22-ci sualla davam edirik. 22-ci sualda diqqət edirik ki, burada həm yiyəlik hal var, həm də işarə, demonstrative pronoundan nümunələr var. This is the student's notebooks. Əgər this is deyiriksə, notebooks yox, notebook olmalıydı. Bu yanlışdır. That is the driver's pen. Bu sürücünün qələmidir. Bu doğrudur. Those are the worker's house. Onlar işçinin evləridir olardı. Burada those deyirsə houses olardı. Bu yanlışdır. These are the farmers. Burada yiyəliyi yanlış verib. S cəm şəkilçisidir. Apostrofdan sonra S olmamalıydı. Və these are those singers shoes. Bunlar o müğənnilərin those'dan sonra singer cəmdə gəlməlidir. Sonra apostrof S olmalı idi. Doğru cavab B variantıdır. İndi isə keçirik 23. My nephew cut. My nephew. Bilirik ki, bacı oğlu, qardaş oğlu oğlandır. Ona görə bacım oğlu və ya qardaşım oğlu deyirəmsə, qayıdış əvəzliyi olacaq himself. Myself-dir, itself-dir, themselves-dir olmaz. Herself-də my niece olsaydı əgər, biz orada herself işlədərdik. Nephew olduğu üçün cavab olur himself A variantı. 24-cü sualda article sualdır. Smith soyadı olduğuna görə və sonunda S olmadığına görə biz burada Z article işlədə bilmərik. Bunu çıxırıq. Had to stay in hospital. Xəstəxanada qalmalıdır. Xəstəxana burada xəstə bir adamın. Smith görünür ki, burada xəstədir, xəstəxanada qalacaq.
xəstəxanada qalmalıdır, məcburiyyət var burada. Bu xəstəliklə əlaqədar funksiyasını yerinə yetirdiyi üçün burada da boşluq olur. Artikel sözü işlənir. For week deyirsə, artıq burada week təkdə verilibsə, bu həftənin miqdarını göstərir. Bir həftə. For a week və yaxud da one da deyə bilirik. One'ın əvəzinə e artikli işlənir. To olsaydı weeks olardı. In order to recover completely, deməli, doğru cavabımız burada olacaq. D variantı. 25-ci sualda saçla bağlı sualda bilirik ki, saç kəmiyyət bölməsində keçərlidir. Kəmiyyət sözlərindən yalnız a lot of-la işlənə bilir. Many, much, few ilə qətiyyən işlənmir. Little-la isə balaca mənasında işləndiyi üçün baxırıq variantımıza. Such little beard. Burada beard saqqal deməkdir. Belə balaca bir saqqal olardı. Yəni, saqqal sayılan isimdir. Ona görə such a little beard olardı. Belə balaca bir saqqal. Deməli, bu yanlışdır. 2. A little bear, balaca bir bear, ayı. Bu doğru variantdır. Little bread, az çörək. Burada çörək mənasındadır. Sayılmır. Little sayılmayan isimlə işlənəndə kəmiyyət sözü olur. Kəmiyyət sözü olanda saçla işlənmir. Little bears, balaca ayılar. Little, burada balaca mənasında olduğu üçün saçla işlənir. Doğrudur. A little beard, balaca bir saqqal. Saqqal sayıldığı üçün eynən işlənir. Və burada balaca mənasında verildiyi üçün saçla işlənir. Bu da doğrudur. Few bears, kəmiyyət sözü saçla işlənmədiyi üçün yanlışdır. Çıxdıq. Doğru cavabımız burada olur. 2, 4 və 5. Qrammatika sualı da bu qədər. İndi isə writing-dən şəkillərə baxaq və nümunə inşanı sizin üçün göstərəcəm. İnşallah ki, writing-i də müvəffəqiyyətlə yazarsınız. Bəli, inşa ilə də tanış olduğunuz üçün, yəni inşa necə yazmalısınız bir nümunə verdik sizə. 10-cu sinifin suallarının izahı bu qədər. Ümid edirəm ki, hər biriniz gözəl nəticələr toplamışsınız və inşallah bu gözəl nəticələrin eynisini buraxılış imtahanında toplayarsınız. Əgər zəif nəticə varsa, onu da bizim dərslərimiz, bizim videolarımız vasitəsilə, bizim videolarımızdan istifadə edərək ortalamamızı artıraq, yüksək nəticələr əldə edə bilərsiniz. TikTok səhifəmizi də izləyib, oradan bio ilə əlaqə saxlayıb onlayn dərslərimizə də qoşula bilərsiniz. Diqqətiniz üçün təşəkkürlər. Hələlik bu qədər. Xudahafiz.